Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizə Gürcü mətbəxinin ən məşhur yeməklərindən biri olan çaxoqbilinin hazırlama qaydasını göstərirəm. Bizə lazım olan ərzaqlardan pomidor, şirin bibər, sarımsaq, baş soğan, göylərdən keşniş, şüyüd, cəfəri, toyuq, ərinmiş kərə yağı və ədviyyatlar. Əzizlərim, birinci onu sizə qeyd edeyim ki, tərəvəzlərin hamısını yumuşam, göyü də yumuşam, toyuğu doğrayıb, yuyub, yığmışam aş süzənə. Tam suyu çəkilsin. Yəni, vaxt aparmasın deyə bunları hamısını tezləşdirmişəm. Sonra bibərləri, soğanları, sarımsağı, hamısını, pomidoru, hamısını bir-bir doğramışam. Tavaya yağ əlavə eləyirik. Mütləqdir ki, yağ qızmar olsun. Sonra toyuq hissələrini bir-bir yığırıq tavaya, duzlayırıq. Sonra hər iki üzünü yüngül qızardırıq. Videonun alt bölümündə, açıqlamada resepti dəqiq yazacağım. Siz oradan istifadə eləyərsiniz. Artıq qızarır. Qızardıqca toyuq hissələrini yığırıq qaba. Doğradığımız uzunvari soğanı əlavə eləyirik. Üzərinə duz səpirik. Duzu etməkdə məqsədim yemək çox dadlı olur və soğan tez yumşalır. Yüngül qovurduq. İndi də qızartdığımız toyuq hissələrini əlavə eləyib 1-2 dəqiqə qovururuq. Qabığı soyulmuş, doğranmış pomidorları əlavə eləyirik. Əziz xanımlar, zövqünüzdən asılı olaraq siz tərəvəzləri artırıb azalda bilərsiniz. Qapağını örtürük, biraz buxarda pişsin. Qazı da orta odda saxlayırıq. İndi də üzərinə xırda-xırda doğradığımız sarımsağı əlavə eləyirik. Çaxoqbili yeməyinin vazkeçilməz ədviyyatı olan xmeli suneli əlavə elədik. Üzərinə də qara istiot və qırmızı istiot əlavə elədik. Fikir verirsiniz, mən duz səpmədim. Çünki toyuğu qızardanda da duz əlavə eləmişdim. Soğana da duz əlavə eləmişdim. Mən dadına baxdım, yəni ehtiyac olmadı. Əgər siz pişirdikdə, hazırladıqda duzu az olarsa, biraz istifadə eləyərsiniz. İndi də rəngli bibərləri uzunvari doğramışam. Onu əlavə elədim. Çalışın, əziz xanımlar, rəngli bibərləri yeməyin bişməyinə az qalmış istifadə edin ki, çox əzilməsin. İndi görürsünüz, kömürü mən öz üsulumla hazırladım. Yəni, bu da bir fikir olsun sizə. Çox məsləhətlidir, əzizlərim. Dadına dad qatır da, yəni bu kömürün hissi, o his, qoxu, inanın ki, o qədər gözəl olur. Kömürü qoydum qazın üstünə gürotda, daha da qızmar olsun. Bu arada doğradığım göyləri əlavə elədim. İndi də bir kasa götürürük. Kömürü qoyuruq kasaya. Onu da yerləşdiririk yeməyimizin ortasına. Və ən axırda duru yağı əlavə elədik. Fikir verirsiniz tüstüyə. Örtürük. Bir 5 dəqiqə bu cür dəm alır. İnanın, əziz xanımlar, o qədər dadlı yeməkdir. Həm asan, həm bol tərəvəzli, həm his, qoxulu. İnanın ki, elə bir ocaq yeməyidir. Yəni, o dərəcədə qoxusu var. Siz də hazırlasanız, bilirəm ki, təkrar pişirəcəksiniz bu yeməyi. Şirəli, dadlı bir yeməkdir. Bu cür gözəl yeməkləri daha çox görmək istəyirsinizsə, şərhlərdə açıqlama bölməsində mənə fikirlərinizi yazın. Daha çox hansı yeməkləri, hansı təamları, reseptləri görmək istəyirsinizsə qeyd eləyin. Allaha əmanət olun.